və uşaq bu yükü daşıya bilmir, səssizləşir. Amma içərisindəki bu ağır yük davamlı olaraq böyüyür və uşaq böyüyüb bir fərd halına gəldiyi zaman negativ duyğularla yüklənmiş bir şəxs olur. Övladların sənin üçün intiqam aləti deyil. Onların həyatını qaraltma. Səbirli və təmkinli olmağa çalış. Uşaqları sevgi ilə böyüt. Bitən sənin valideynlik vəzifən deyil. Boşandıqdan sonra sən ana olaraq və ya ata olaraq qalmağa davam edirsən. Ər və ya xanımlıq vəzifən bitib sənin sadəcə. Uşaqların həyatını qaraltma ki, öz həyatın da işıqlı olsun. Uşağın hər iki valideyni seçmək və hər iki valideyni sevmək və hər iki valideynin tərəflərini, nənə-babalarını sevmək və seçmək hüququ və haqqı var. Və sənin haqqın yoxdur o haqqı onların əlindən almağa. Əgər sən yaxşı valideynsənsə, uşaqlarından silah kimi istifadə eləmə. Yaxşı ana və yaxşı ata olmağa davam elə.